Mən şok. Bu çox gözəl bir şeydir. Bu məhsul onda 10, 100, 1000 nə varsa onu verirəm. Sizə bir şey deyim, bu mükəmməl bir şeydir. Salam, yenə mən. Serenay Sarıkaya kimi. Necəsiz, neyinirsiniz? Trendyol sifarişləri də var. Hamısı gəlməyib əslində, amma yəni yetərincə var deyə dedim bunu da çəkim. Bunu da sizə göstərim, sizi çox gözlətməyim. Yerdə qalan nə gəlsə onları da ayrıca bir video olaraq çəkərik. Çünki sizə bir xəbərim var. Vivify markası var Türkiyədə, Trendyolda və s. çox tanınmış bir markadır. Influencerların da çox belə təriflədikləri bir markadır. Vivify'dan bəzi məhsullar almışam. Hal-hazırda bu videonu paylaşıram. Bilmirəm indi mən bunu paylaşanda endirimlər olacaq, olmayacaq. Amma hal-hazırda, yəni bugün ayın neçəsidir? Bugün ayın 22 apreldir. 2 al 1 ödə kampaniyası var. Yəni 4 məhsul alsınız, 2 məhsulun ödənişini eləyirsiniz. Amma Vivify markasını bilmirsinizsə, yoxlayarıq birlikdə. Əgər endirimləri olsa sizin üçün şərhlərdə ayın neçəsi olur olsun qeyd eləyərəm, sabitləyərəm. İstəyənlər gedib baxa bilər. Təbii ki, Shiglamin bu pomadasından istifadə edim. Dən gözəlliyə baxın. Parlaqlıq və bulur. Çox qəşəng görünmür. İndi isə sizə Trendyol sifarişlərimi göstərmək istəyirəm. Birinci növbədə dünyanın axırıdır. Dünya dağılacaq. Mən sizə əminliklə deyirəm, çünki birinci sifarişimiz həyat yoldaşım üçündür. Wow! Oh my god! Wow! Alqış! Bravo! Arzu həyat yoldaşında alış-veriş edərmiş. Vallahi neyim yazığım gəldi. Həmişə özümə nəsə alıram və hər dəfə kargolara o gedib götürür və əlavə pula deyir. Sonra gəlir başlayır ki, mənim üçün heç nə yoxdur. Açır qutuları, baxır belə ürəyim ağrıdı. Ona görə də ona. 1 yox. 2 yox. Tam 3 dənə. Endirimə düşmüşdü deyə tam 3 dənə Deep Fresh'in Cool Man adlı bədən gelini almışam. Çünki niyə də olmasın ki? Bədən gelini yeyir demək olar ki. Yəni ayda 2 dənə bədən geli istifadə eləyir. Mən də düşündüm ki, bu Deep Fresh qəşəng markadır. Mən bunun əl sabunlarını istifadə edirəm. Həqiqətən çox qəşəng markadır. Və bunu da iyi bayaqları açıb baxmışdım. Bunu belə streç deyib göndərmişdilər, sağ olsunlar. 20 dəqiqə onun streçini açmışam. Yəni, iyi də çox qəşəngdir, həqiqətən çox qəşəngdir. Tam bir kişi parfümü iyi verir. Rahat-rahat istifadə eləsin də. Day neynim mən? Mən bir həyat yoldaşı olaraq Neyniyə bilərəm bundan artıq? Mənə deyin zəhmət olmaz. Hələ indi ikinci gələcək sifarişimin içində öz xəbəri yoxdur. Ona bir maska sifariş eləmişəm. Özdə çəkilib soyula bilən maska kişilər üçün. Da neyniyim? Onsuz da bütün məhsullarımı onun üzərinə çəkirəm, üzündə yoxlayıram, onun burnunu təmizləyirəm aparatla və s. İstəsə sizin üçün də bu arada elə bir video çəkə bilərəm. Məndə bəzi aparatlar var, burun təmizləyici, üz təmizləyici, kistlər və s.lər var. Bir gün sizə ən sevdiyim baxım rutinim olaraq ya da ən dərin gecə baxım rutini çəkə bilərəm. Əgər sizə maraqlıdırsa, kommentlərə yaza bilərsiniz. Davam eləyirəm canlarım. İkinci məhsulum sizə var, bunu çox əminliklə, sizə bunu çox belə ürəkdən, dərindən tərifləyə bilərəm. Yves Rocher'in bu saç sirkəsi. Mən həyatımda belə bir şey görməmişəm. Əgər saç sirkəsi nədir deyə bir-birinizə sual versəniz, yəni bilməsəniz ki, saç sirkəsi nədir? Mən sizə qısa olaraq, buradan bir dənə kamu spotu. Qısa olaraq mən sizə saç sirkəsinin nə olduğunu danışmaq istəyirəm. Saç sirkəsi saçlarınızın ucuna və dibinə istifadə edə biləcəyiniz bir şeydir. Həqiqətən də sirkədir. Saçınızın diblərini gurlaşdıran, saçlarınızdakı qalan şampunları yaxşı yuyulmayıbsa, siz nə qədər yuyursunuz yuyun, şampunu da görürsünüz saçınızın dibində qalır. O şampunu və qalıqlarını təmizləyən, saçlarınıza parlaqlıq verən, qırılmaları aradan götürən, saçlarınızı qurudusa mənim kimi nəmləndirən, qidalandıran bir şeydir. Yəni bu super bir şeydir. Boyunun balaca olduğuna baxmayın. Çox istifadə eləmək mənasızdır. Əgər mənim kimi saç dibləriniz çox da quru deyilsə, amma saç uclarınız çox qurudursa, saç diblərinizi sadəcə 2 damcı masaj edərək şampundan sonra təbii ki və kremdən sonra. Əvvəl saçınızı şampunlayırsınız, yuyursunuz, kreminizi çəkirsiniz, yuyursunuz, sonra bunu istifadə edirsiniz. Çünki bunun üzərinə krem çəkəndə artıq o da yuyulur, heç bir təsiri olmur. Bunu saçınızın dibinə 2 damcı vurdunuz, belə elədiniz. Uclarına bir 4-5 damcı vurdunuz, qəşəng masaj elədiniz. Saçınızı yıldız yuxarıdan çimdiniz. 5 dəqiqə 10 dəqiqə saçınızda qaldı. Ondan sonra çox yüngül su ilə yuyursunuz, darayırsınız. Saçınız bilirsiniz nə olur? Parlaq, mükəmməl, müthiş, əla. Öpürəm mən bu məhsulu. Və bu məhsulu onda 10, 100, 1000 nə varsa onu verirəm və bu mənim artıq 4-cü ya da 5-ci sifarişimdir. Alın aldırın, qiyməti də inanın ki, Trendyolda həqiqətən endirimdədir və 15-20 gündə endirimdədir. Hətta yəni hal-hazırda da endirimdədir. Siz alsanız da endirimə düşəcək. Çox gözəl bir şeydir. Uzun saçınız varsa yoxlamağa dəyər. Bir nəfəsə danışdım, çünki çox sevirəm. Çox sevdiyim insanlar haqqında, çox sevdiyim məhsullar haqqında belə danışıram. İkinci məhsulumuz Elsivin bu mucizəvi yağ
saç kremi, baxım kremidir. Bunu ilk dəfə də alıram, çünki mən bu L'Oreal Paris'in, yəni bu Elsevin bu yaxınlarda bir saç kremini istifadə etdim, amma duşda olan saç kremini çox bəyəndim. Həm qoxusunu, həm saçıma verdiyi nəmliyi. Ona görə də dedim ki, bunu da alım yoxlayım. Bu valla bilmirəm necə bir şeydir. Birlikdə yoxladıqdan sonra inşallah deyir ki, göz saçınızı bəsləyirsiniz bundan və s. və su ilə yuyulmur da bu. Hamamdan çıxandan sonra istifadə edirsiniz. Qoxusu var ha, mükəmməldir. Eyni mənim o istifadə etdiyim durulanan saç baxım kreminin durulanmayan versiyasıdır. Eyni həmin iyidir, eyni seriyanındır bu arada. Yəni çox gözəldir. Sadəcə Saldosdan sifariş eləmişəm. Saldosdakı o Türkiyənin kargo şirkətidir də. Yəni bunu elə pis yapışdırmışdılar buralarını. Yoxan kağızını qopartmışam, amma yenə də necə iyrənc qalıb. Gərək bunları da qopardım. Amma bunu 100% yoxlayıb başqa bir videoda sizə keyfiyyətini və təsirini deyəcəm. Bu da endirimdə idi bu arada. Bunu da yoxlamağa. Yoxlamasanız belə endirimdə də atın səbətinizdə qalsın. Mən yoxlayıb sizə deyərəm, xoşunuza gəlsə gedib alarsınız qaça-qaça. Sırada hamısını bir korobkaya yığmışdım ki, tez-tez göstərim. Sizə var ha. Elə bir şey göstərəcəm ki, hal-hazırda üzümdə makyaj var. Çox təəssüflər olsun ki, mən onu silə bilmirəm. Amma bu bilirsiniz nədir? Bu Cosmogenesis Lab markasının. Bu kiçik, bu şirin, bu arada bu standart boydur, balaca boyu yoxdur, böyük boyu da yoxdur. Bu şirin, rəng dəyişdirən nəmləndirici kremi. Tərkibində Tiger Grass və ceramid var. Rəng korreksiyonu eləyən bir kremdir. Üzünüzdə rəng tonları varsa, məsəl üçün siz əvvəl nə edirdiniz? Gedirdiniz başqa rəng konsiler almağa, yaşıl rəng konsiler, qırmızı rəngə, sarı rəngi, nə bilim nəyə, bənövşəyini, qızartılara və s. vurub üzünüzü eyni tona gətirmirdiniz. Ehtiyac yoxdur. Başını buraxın. Gedirsiniz, alırsınız bunu. Bu çox gözəl bir şeydir. Mən bunu açıb yoxlayıb ondan sonra sizə deyirəm. Yoxsa yəni bunlarla eyni vaxtda gəlib, dünən yox sırağa gün, amma yoxlamasam sizə bunu tərifləyə bilmərəm. Və bunu mən bir dənə influencer var xarici. Türkiyədə yaşayır. Mən ondan görmüşdüm. Düzdür, ağzı biraz yaxşı gətirməyiblər. Yəni ağzı biraz dağılmışdı. Baxın belə bir kremdir. Oradan da sabit şey eləsin. Baxın belə bir yaşıl kremdir. Məsəl üçün necə yoxlayaq? Baxın, mən burada damarlarım var, görürsüz. Hərəsi bir rəngdir. Bu kremi çəkək bura. Yaşıl rəng olmağına baxmayaraq, istifadə elədiyiniz an artıq BB krem kimi olur. Bildiyiniz BB krem çəkdiniz elə bil. İndi baxın. Gördünüz? İndi təbii ki, işıq da düşür oradan və çox az istifadə elədim. Onunla belə, yəni həyatda baxanda elə bilirsiniz ki, tonalini istifadə eləmişəm. Qəti görünmür. Hətta gəlin belə eləyək. Tatumu bağlamağa çalışaq. Bir challenge eləyək. Bu qədər götürdüm. Çox götürmək olmaz bunu. Çünki bu çox istifadə olunacaq bir məhsul olmadığı üçün kiçik qablaşdırmadadır əslində. Çox oldu. Artıq bir tatum yoxdur. Təbii ki, mən bunu indi tam yaya bilmirəm. Hər zaman geyim, hər yer batıb. Tam yaya bilmirəm. Sponjla otustursam ki, ehtiyac yoxdur. Bunu biraz da belə eləyə bilərəm. Yəni baxın. Çox az görünür tatum. Görürsünüz, yəni bu tonalini deyil. Bu BB krem deyil. Bu sadəcə bir kremdir və çox heyif oldu bu qədərini istifadə elədim. Və bu correction eləyən kremdir. Qiyməti çox baha deyildi. 500 TL-yə aldım mən. Endirimə düşmüşdü. Yəni kiçik bir məhsul olsa da o deyir, boyu kiçikdir amma ürəyi böyükdür. Bu məhsulunda boyu kiçikdir amma ürəyi çox böyük bir məhsuldur. Yəni balaca olmağına baxmayaraq çox böyük təsiri var. Ona görə də yoxlamanızı tövsiyə edirəm. Yəni bunu mütləq alın. NYX'in belə bir pudrası. Təzə çıxıb bu pudra. Wonder Snatch adlı NYX'in yeni bir pudrası çıxıb. Görmüsünüz yüksək ehtimalla. Mən də həmişə o günlər atdım səbətə ki, yeni çıxıbsa yoxlamaq lazımdır. Kiçik, çox kiçikdir. Yəni böyük bir şey gözləməyin. Yəni bu qədərdir. Böyük bir şey deyil. Ağzı bu şəkildədir. Bu şəkildə də qapağı bağlanır. Bu yaxşı bir şeydir. Çünki qapağı açanda tökülmür. Biraz bunu yoxlayacağıq indi. Və mən çəhrayı rəngini sifariş eləmişəm. Hər rəngi var idi bu arada. Çəhrayısını sifariş eləmişəm. Toz pudradır. Bu arada mən bundan qabaqki videoda göz altlarımı Huda Beauty'nin Easy Bake pudrasından sabitləmişdim. Bura qoyacağam. Keçib baxa bilərsiniz o videoya da. Ona görə də hal-hazırda onun üzərindən keçmiş oluram, nəzərə alın. Mənim göz altımda qaralıqlar var deyə çəhrayı pudralar mənə çox təsir eləyir. Çəhrayı, ondan sonra digər rənglər mənə çox yaxşı təsir edir göz altlarımı işıqlıq verməyə və qaraltısını aradan götürməyə görə. Düzgü yoxdur yanımda, ona görə də telefonumdan baxacağam. Çox bəyəndim, çox bəyəndim. Hudadan daha çox bəyəndim. Bir saniyə, necə yəni? Necə yəni? Çox qəşəngsən.
Mən şok. Necə yəni? Oha. Sonra deyirsiniz ki, türk sözlərindən istifadə eləmə. Ay qardaş, mən uşaqlıqdan rus-türk kinolarıyla böyümüşəm. Hansı dildə danışım bəs? Arada çaşıram da. Olmaz elə danışmaq. Yeri gələndə çalışıram rus sözlərindən istifadə eləməyim. Amma sizə bir şey deyim, bu mükəmməl bir şeydir. Aman tanrım bu çok qəşəngdir. Çok qəşəngdir. Həqiqətən çox qəşəngdir. Ah. Necə görünür oradan baxanda? Gözümün altı bayaq Xudan istifadə edəndə daha qaraydı ya gözümün altı. Bu da çox azdır. Mən məcburam indi bundan 2 dənə 3 dənə gedib almağa. Sonra da həyat yoldaşım mənim üstümə qışqırır ki, "Nə pul xərcləyirsən? Ay qardaş, necə pul xərcləməyim? Necə xərcləməyim axı? Necə dayana bilərəm buna?" Bu arada qızlar, öz pulumu xərcləyirəm, həyat yoldaşımın pulunu xərcləmirəm yəni. Burada bir dənə aydınlaşdıraq məsələmizi. Nixin bu təzə çıxan pudranın özünün pufu çıxıb. Qiyməti həqiqətən çox bahadır bu arada. Pudra ilə pufu eyni qiymətdə mən sizə deyim. Ayrı-ayrı alanda çox daha baha başa gəlir, yan-yana alanda daha doğrusu. Ona görə mən bu pudraya öldüm, bitdim. Mən bunu şok yəni sözün bitdiyi yer. Bu boyda pudradır. Balaca canı var, dam dolusu toyu var da yəni. Bu boyda pudradır. Bu qədər qəşəng olacağını gözləmirdim. Bu arada mikrofonu bura qoymuşam. Yəni bura danışıram. Ümid edirəm səsim belə qır gəlmir. Amma mən ürəyim getdi bu pudraya. Allahım necə gözəl sabitlədi. Görə bilirsiniz? Yoxsa mən memnunluq edirəm. Yəni özü çəhrayı rəngdədir deyə göz altlarım çox belə ağappaq eləmədi. Burnuma baxın. Ay çox gözəl deyil. Yəni bəzi bahalı pudralardan çox daha qəşəng sabitlədi yəni və çox daha gözəl göstərdi gözlərimin ətrafını. Bu arada sizə bir dənə də şey demək istəyirəm. Çox xahiş edirəm, xətirlərinə dəyməsin. Əgər bu videoya baxırlarsa, o şəhərdə gəzirsiniz, gözünüzün altı belə ağappaq, konsilerin üstünə pudranı vurmusunuz. Süpürmə yadınızdan çıxıb. Elə gəzməyin, çox pis görünürsüz. Bura belə qırmızı, burdan belə ağ kəskin xətt. Onsuz da estetikləriniz ekstradır. Bir də o şəkildə eləyirsiniz, çox iyrənc görünür həqiqətən. Üzürlü sayın amma həqiqətən elə. Peşman olmayacaqsınız. Mənə çox sağ ol deyəcəksiniz. Bax, bu da mən sizə 100% çox sağ ol deməyin mənə. Deməyin, lazım deyil. Alın, güzgüyə baxıb hər dəfə özünüzü çox bəyənəndə bu mənim üçün böyük bir şeydir. Və ikisi də demək olar ki, eyni boydadır. İkisi də dünyanın ən gözəl şeyləridir. Garnierin 2 dənə belə misillər suyunu almışam. Siz bilirsiniz ki, bu da Saldosdan gəlib bu arada. Ona görə bir-birinə yapışdırmışdı, zorla qopartmışam. İkisini də təmizləyəcəm bu arada. Birini sizin hədiyyələriniz üçün almışam, birini özüm üçün almışam. Bunlar belə səyahət boylarıdır. Çox böyük deyil, çox balaca da deyil. Biri sizindir, biri mənimdir. Mən bu Garnierin misillər sularını, Nivea'nın misillər sularına bayılıram da. Yəni ürəyim gedir onlardan ötürü. Ona görə ən sevdiyim olan bu Garnieri almışam. Mən həmişə bunu mavi rəngini istifadə edirdim. Bu dəfə roz rəngini istifadə edəcəm, çəhrayı rəngini. Bu da sizin hədiyyələrinizin yanına gedəcək. Və qiymətləri həqiqətən də yəni ikili alanda daha ucuz başa gəlir. Ivroşa mənə bir dənə belə SPF 30 üz parlaqlığı verən bir krem tester göndərib, sağ olsun. Yoxlayarıq, testerlarımızın yanına gedir. Digər videoda da demişdim ki, mənim nə qədər testerlarım var. Bir gün onların hamısını bir yoxlayıb dəyərləndirərik ki, böyük boylarını almağa dəyər, dəyməz. Digəri Cosmogenesis Labs göndərib hyaluranik turşudur, 2%lik. Bunu da yoxlayarıq. Bir dənə belə təşəkkür. Bir dənə də Cosmogenesisdən belə təşəkkür. Bunu belə kəsirsiniz. Qəşəng fikirləşiblər bu arada. Çox belə xoşuma gəldi fikir olaraq. Kitab ayırıcıdır əslində bu. Məsələn, qutumuz bitdi, sifarişimiz də bitdi. Vivify və digər məhsulların Shiglamin videosu da bundan sonra gəlsin, inşallah çəkəcəm. Ümid edirəm videomu bəyəndiniz. Ümid edirəm məni görmək, sizin evinizə qonaq olmaq mənim üçün necə çox sevincli bir hissdirsə, sizin üçün də məni görmək o qədər sevincli bir hissdir. Sizi sevirəm, öpürəm, qəlbimə basıram. Yaxşı gözəl sözləriniz üçün sizə təşəkkürlərimi bildirirəm. Gələn videomuzda görüşmək üzrə. Bye bye. Comment, like unutmayın.